Salam dostlar. Deməli, uşaq pulu ilə bağlı bilirsiniz ki, uzun illərdir ki, ölkədə diskussiya gedir. Hökumət uşaq pulu vermək istəmir. Uşaq pulu verilirdi 2006-cı ilə qədər. Uşaq pulu bütün cəmiyyətlərdə verilir. 2006-cı ildən bəri dövlət uşaq pulunun verilməsini dayandırdı. Daha vermədi. Yəni bu sosial bir proqram idi. Yəni bu bütün ölkələrdə, bütün dövlətlərdə olub. Sovet dövlətində də var idi. Uşaq pulunu dayandırdı, dövlət vermədi. İndi kimi də vermir və vermə fikrində də deyil. Əksinə dövlət, hökumət, hakimiyyət özünün muzlu təbliğatçıların irəli verib, onların vasitəsilə uşaq pulunun verilməsinin qeyri-mümkün olmasını cəmiyyətin şuuruna yeritmək istəyirlər. Bu yandan da deputatlar, adam onlara deputat da deyə bilmir, millət vəkilləri bir-bir çıxıb uşaq pulunun verilməsi əleyhinə çıxışlar edirlər. Uşaq pulu verilmir ona görə ki, bizim konstitusiyada Azərbaycan dövləti deyəndə konstitusiyada yazılmayıb ki, Azərbaycan dövləti, Azərbaycan Respublikası sosial dövlətdir. Orada yazılmayıb. Bunun böyük əhəmiyyəti var. Çünki dövlətin sosial olmasının böyük bir əhəmiyyəti var. Rusiyanın konstitusiyasında var ki, Rusiya Federasiyası sosial dövlətdir. Buna görə Rusiya öz uşaqlarına, öz ailələrinə, analara, uşaqlara maddi yardım göstərir. Analıq kapitalı verir qadınlara, uşaqlar üçün. Uşaqlara aylıq müavinət verir. Yəni, ailəni qayğıya əhatə edib, Rusiya dövləti, bunun proqramı var, sosial proqramları var. İndi qayıdaq bizdə nəyə görə uşaq pulu verilmir və bunu nə ilə əsaslandırılır? Deyirlər, dövlətin gücü çatmır. Ümumiyyətlə, dövlətin gücü çatmırsa, bu dövlət nə olan şeydir ümumiyyətlə? Bilirsiniz, dövlət nədir? Dövlət Azərbaycanda idarəçiliyi öhdəsinə götürən, yəni Azərbaycan ölkənin adıdır, bizim vətənimizdir, sahəsi 86,6 kvadrat kilometrdir və orada dövlət qurulub. Biz qurmuşuq dövləti, çünki dövlət olmasa hər bir ölkədə xaos olar. Dövlətin öz strukturları var. O strukturlar dövlətin həm iqtisadi, həm siyasi, həm də asayişi qoruyur. Bilirsiniz də dövlət nə olan şeydir. Dövlət lazımdır hər bir ölkədə. Hər bir xalqın dövləti olmalıdır. Biz də dövləti yaratdıq və dövlətin qarşısına məsuliyyət qoyduq. Konstitusiya, referendum keçirtdik ki, dövlət bizim sosial rifahımızı günü-gündən, ilbəil artıracaq. Dövlət də öhdəçiliyi götürdü, bəli artıracam, təki məni dövlət götürür. Yəni, mən sizin dövlətiniz olum. Yəni, hal-hazırda dövlətin başında duranlar, əlbəttə seçkili orqanlardır. Biz onları seçmişik. Yəni, konstitusiyanın biz dövlətin başçısını seçmişik. Konstitusiyanın dövlətin qanunverici orqanı olan parlamenti seçmişik. Seçiliblər. Konstitusiyanın digər strukturlar var ki, bunlar dövlət deməkdir və bunlar da xalqın birinci olaraq rifah halını yaxşılaşdırmalıdır. Hər il insanların hüquq və azadlıqlarını qorumalıdırlar. Bu konstitusiyada belə qeyd olunur. Rifah deyəndə ilk olaraq az yaşlı nəslin, yəni ki, gənc nəslin rifahı da nəzərdə tutulur. Çünki dövlətin gənc nəsli onun gələcəyini təmin edir. Çünki hər yerdə gənclərdir, iştirak edirlər. Yəni bu gənclik hardan başlanır? Uşaq anadan olan kimi dövlət aylıq ona müavinət verir, onun sağlam böyüməsinə, onun pulsuz müalicə olunmasına, onun pulsuz təhsil almasına, deməli, qayğısına qalır. Bu hər yerdə elədir. Amma Azərbaycanda isə bunun əleyhinə çıxırlar. Dövlətin əgər imkanı yoxsa uşaq pulu verməyə, o dövlət istifa verməlidir. Çünki xalqın istədiyi nədir? Uşaq pulu. Hamı uşaq pulu istəyir, amma dövlət onu istəmir. Deməli, dövlət xalqı uşaq pulu ilə təmin edə bilmir. Deməli, dövlətin iqtisadiyyatı, siyasəti bərbad gündədir. Deməli, dövlət idarə edə bilmir xalqı. Ölkəni idarə edə bilmir. Dövlətin ordusu, polisi, deputatı, prokuroru, məhkəməsi ola bilər. Bu hər yerdə var. Bu dövlətin güc strukturlarıdır.
Amma dövlətin bir sosial proqramı, iqtisadi proqramı olur. Yəni o dövlət ki, onun iqtisadiyyatı var, o iqtisadiyyatını tənzimləyə bilir, iqtisadiyyatdan gələn gəlirlə özünü saxlaya bilir, öz xalqın sosial rifahını qaldıra bilirsə, o dövlətdir. Ona deyirlər sosial dövlət. O dövlət ki, bu sosial proqramlardan qıraqdadır, idarəçiliyi bu formada apara bilmir, iqtisadiyyatı başlı-başlı buraxıb, gənc nəslə xidmət yardım eləmir, əhalinin sosial proqramlarını, yəni ehtiyaclarını ödəyə bilmir. Yalnız geopolitik, siyasi, xarici ölkələrlə min cür əgər işlər aparır, yəni ölkənin daxilini unudur, ancaq ölkənin xaricində əməliyyatlar aparır, onda o dövlət xalqın iradəsini əks etdirmir. Yəni xalqımız nə istəyir? Dövlət istənilən idarədə, istənilən iclasda, istənilən insanı qaldır deyilən, sənin istədiyin nədir? Deyər uşaq pulu. Yaxşı, bu uşaq pulunun tutaq ki, dövlətin gücü yoxdur. Bildik, dövlətin vergi siyasəti yoxdur, dövlətin iqtisadiyyatı yoxdur, dövlət formaldır. Amma dövlətin təbii sərvəti var. O təbii sərvət də dövlətin deyil, o xalqın təbii sərvətidir. Hər xalqa təbii sərvət Allah Taala bəxş eləmir. Müqayisə aparmıram. İstənilən təbii sərvəti olan ölkə öz gənc nəslinə yardım edir, gənc ailəyə yardım edir. Hətta Kanadada aylıq hər insana deməli yardım edilir ki, Kanadanın torpağında qızıl və neft yataqları var. Bunu minnətdarlıq olaraq o dövlət, o idarəçiliyi təşkil edən dövlət o xalqın, o korunlu xalqın torpağın altında olan təbii sərvətə görə orada yaşayan xalqa kompensasiya verir. Məyər Azərbaycan xalqı bizim yeraltı sərvətimiz olan neft, qaz, qızıl və s. bu dövlətin verdiyi, Allahın verdiyi vergiyə görə, təbii sərvətə görə onun üzərində yaşayan insanları, onların gənc nəslə aylıq uşaq pulu verə bilməz. Bu onun borcudur. Çünki yeraltı sərvət xalqındır. Xalq, dövlət olmazdan əvvəl burada xalq yaşayır. Dövlət sonradan yarandı. Əvvəllər dövlətlər yox idi. Əvvəllər tayfalar var idi. Tayfalar birləşib, qəbilələr də birləşib oldular, dövlət yaratdılar. İndiki sivil dövlətdir. İndi biz dövlət yaratmışıq. Unuduruq ki, burada yaşayan insanlar və onların əcdadları bu yeri ona görə Azərbaycan kimi seçiblər ki, onun altında təbii sərvətlər var. O təbii sərvətlər yalnız xalqa xidmət eləməlidir, dövlətə yox. Dövlət özünü nə vaxt dolandırmalıdır? Dövlət təbii sərvətdən gələn gəlirdən özünü saxlamamalıdır. Təbii sərvət xalqındır. Dövlətin bəz nəyi var? Vergi. Dövlət iqtisadiyyata imkan verir, azad iqtisadiyyata. Dövlət təbii sərvətin orada istehsal olunmağına, emal olmasına yardım edir və ondan gələn gəlirdən dövlət öz büdcəsini doldurmalıdır. Yoxsa Azərbaycan dövləti bizim təbii sərvətləri satır, onu öz büdcəsindən doldurur. Təsəvvür edin, bizim büdcəmizin 80% bizim təbii sərvətlərdən gəlir. Belə olmalıdır. Onda dövlət işləmir ki. Dövlət xam mal satır. Yaxşı, xam mal satırsansa və uşaqlara niyə yardım eləmirsən sən? Ancaq özünü niyə saxlayırsan? Dövlət xalqın qulluqçusudur, quludur. Dövlətin mənbəyi xalqdır, bizik. Bizimsə uşaqlarımız dövlətin istehsal etdiyi neftdən, qazdan bir köpü də əldə eləmir. Yəni xarici, maricə bu deyil, tuturlar. Görürsün oyunlardan çıxır. Ona görə xalq başa düşməlidir ki, onun uşaq pulunun mənbəyi yeraltı sərvətdən gəlir. Onun dövlətə dəxli yoxdur. Dövlət onun uşaqlar, onu satıb uşaq pulu verməyə təşkil eləməlidir. Onu isə dövlət istehsal edir, xaricə daşıyır və siyasi dividend qazanır və ya bəsair geosiyasi məsələlərdə oyunçuluq oynayır. Sağ olun, bilin öz hüququnuzu ki, bizim uşaq pullarımız verilməlidir. Nəinki verilməlidir? 2006-cı ildən bəri verilməyən uşaq pulları hesablanmalıdır. Kimin o vaxtdan hüququ yaranıb, o vaxtdan onun pulları hesablanıb verilməlidir. Mütləq verilməlidir.